Təkamül mövzusunda qarışdırılan məqamlardan biri də divergensiya və konvergensiyadır. Eyni zamanda homoloji və analoji orqanlardır. Bu videoda divergensiya və homoloji orqanlardan danışacağım. Digər videoda isə konvergensiya və analoji orqanlardan danışmaq istəyirəm. Divergensiya nə deməkdir? Divergere sözünün tərcüməsi parçalanmaq demək. Sadə bir misal deyim. Biz təkamül cəhətdən söyləyirik ki, sürünənlərdən iki şaxə ayrıldı. Biri havada uçan quşlara təkamül etdi, digəri isə əksərən torpaqda yaşayan məməllərə təkamül etmiş oldu. Yəni testlərdə də qarşımıza çıxan balıq, amfibi, sürünən sxemi olurdu. Balıqdan ox qoyulurdu amfibiyə, amfibidən ox qoyulurdu sürünənə. Sürünəndən isə iki ox çəkilir. Biri yuxarıya doğru məməli yazılır, digəri aşağıya doğru quş yazılır. Məməlilər daha qədim olduğu üçün məməlini yuxarıda söylədim. Və beləliklə biz öyrənirik ki, sürünənlərdən divergensiya yolu ilə iki müxtəlif sinif yaranmış oldu. Quşlar və məməlilər sinfi. Divergensiyanın meydana çıxmasında əsas səbəb əslində ekoloji amillərdir. Bu ekoloji amillərə mühit amillərini, qida amillərini aid edə bilərsiniz. Bu zaman canlılar yeni mühit şəraitinə, yenə deyirəm bura qida amilləri də daxildir, adaptasiya etməyə çalışır və bu zaman onlarda fərqliliklər meydana çıxır. Təbii seçmənin təsiri nəticəsində. Beləliklə divergensiya zamanı homoloji orqanlar yaranmış olur. Bəs bu homoloji orqanlar nədir? Homo sözünün tərcüməsi eyni deməkdir. Mən belə yadda saxlayıram. Homoloji yazıram və homolojide M hərfi var. Altına mənşə yazıram. Yəni homo mənşə, mənşəyə eyni olan orqanlar. Homoloji orqanlar mənşəyə eyni olan, lakin yerinə yetirdiyi funksiyaya görə fərqlənən orqanlardır. Məsələn, insanın qolu və yarasanın qanadı. Bunlar homoloji orqanlardır. İnsan qolu vasitəsilə, əli vasitəsilə yazı yaza bilir, bir əşyanı götürə bilir, uzağa qoya bilir. Yəni insanın əlinin, qolunun funksiyası bunlardır. Lakin yarasa əli, qolu vasitəsilə uça bilir. Mənşə eynidir. Hər ikisi sümük mənşəlidir. Hər ikisinə bazu, sait, ön pəncə və yaxud insan üçün desək, əl darağı arxası, yəni bilək falan qalar filan aiddir. Lakin funksiyaları fərqlidir. Deməli, mənşə eyni oldu, yerinə yetirdiyi funksiya fərqli oldusa, bu homoloji orqandır. Homoloji orqanlara ən çox göstərilən misal elə onurğalı heyvanların ətrafları, xüsusilə də ön ətraflarıdır. Kaktusun tikanı ilə noxudun bığcığı. Hər ikisi yarpaq şəkil dəyişməsidir. Və hər ikisinin anatomik quruluşu demək olar ki, eynidir. Fərq nədir? Kaktus tikanı ilə müdafiə olunur və fotosintez edici səthini kiçildir. Lakin noxudun bığcığı yarpaq şəkil dəyişməsi olsa da funksiyası dırmaşmaq funksiyasıdır. Divergensiyaya ən məşhur nümunələrdən biri də Darwinin Galapagos adalarında öyrəndiyi birəbitlərlər olmuşdu, yəni viloklar olmuşdu. Belə ki, onlar yedikləri qidaya müvafiq olaraq müxtəlif dimdik formasına sahib olmuşlar. Elə isə mən sizə bir sual verim. Deyin görək, göyərçinin lələkləri ilə ilanın pulcuğu homoloji orqan sayıla bilər, yoxsa sayıla bilməz? Videonun başlanğıcında sizə təqdim etdiyim şəkildə olan canlıların hər birini düz təyin elədiniz, yoxsa hamısının balıq olduğunu düşündünüz? Keçən dəfə sizə divergensiya və homoloji orqanlardan danışmışdım. Bu gün isə konvergensiya və analoji orqanlardan danışmaq istəyirəm. Əgər biologiya sahəsindən uzaqsınızsa, bioloji savadınız yoxdursa, ki bu normal haldır, hamı biologiyanı biləcək deyə bir qayda yoxdur. Ona görə ilk anda sizə təqdim etdiyim şəkildəki bütün canlıları balıq olaraq düşünə bilərsiniz. Lakin onlardan biri delfin, yəni məməli, biri akula, yəni balıq, digəri isə ixtiozavr, yəni nəsli kəsilmiş, suda yaşayan, sürünən bir heyvan idi. Bu şəkil ilə mən bunu söyləmək istədim ki, eyni mühit şəraitində yaşayan müxtəlif canlılar oxşar bədən formasına sahib ola bilirlər. Və bu konvergensiya adlanır. Divergensiya sözünün tərcüməsi parçalanmaq demək idi. Konvergensiya sözünün tərcüməsi isə yaxınlaşmaq deməkdir. Burada təbii seçmə eyni istiqamətdə təsir göstərdiyi üçün müxtəlif sistematik kateqoriyalara aid olsa belə canlılar oxşar mühit şəraitində oxşar görünüş almağa başlayırlar. Və yaxud başqa bir nümunə, havada uçan kəpənək, göyərçin və yarasa. Bunların hamısı havada uçan heyvanlar olmasına baxmayaraq, biri buğmayaqlar tipinə aiddir, onurğasızdır. İkisi isə xordallar tipinə aiddir, onurğalıdır, lakin sinifləri fərqlidir. Biri quşlar sinifinə, digəri isə məməlilər sinifinə aiddir. Deməli, gördüyünüz kimi konvergensiyada oxşar mühit şəraiti, həm su, həm hava misalı göstərdim və bu mühit şəraitində yaşayan canlılar oxşar bədən quruluşuna sahib oldu. Quş, yarasa, kəpənək hamısının qanadı var. Lakin quşun qanadı ilə yarasanın qanadı mənşəcə eyni deyil, funksiyaları eynidir, uçmağa xidmət edir. Lakin qanadı xitin törəmədən törəyib, lakin göyərçin ilə yarasanın qanadı ön ətrafın şəkil dəyişməsi olmuşdu. Havada olan canlılara misal söylədim, suda olan canlılara misal söylədim. Bir dənə də torpaqda olan canlılara misal söyləyim. Məsələn, dana dişi buğmayaqlara aid bir həşəratdır və köstəbək, xordallar tipi məməlilər sinifinə aid bir heyvandır. Hər ikisi torpaqda yaşayır.
Təbii ki, dana dişi həşərat da daha balacadır, köstəbək daha iridir. Amma bioloji savadı olmayan biri onları ana bala zənn eləyə bilər. Yəni biri daha iridir və digəri ona bənzəyir, daha balacadır. Halbuki onlar ayrı-ayrı kateqoriyalara aiddir və ümumilikdə torpaqda yaşayan canlılara bənzər bir bədən quruluşu alıb, ön ətrafları hər ikisində qazıcıdır. Deməli, bütün bu dediklərimi ümumiləşdirsək, konvergensiya zamanı analoji orqanların yarandığını söyləyə bilərik. Analoji orqanlar nə deməkdir? Mənşəyi fərqli olsa da yerinə yetirdiyi funksiyalar eyni olan orqanlardır. Kəpənəyin qanadı, quşun qanadı. Kəpənəyin qanadı, yarasanın qanadı. Delfinin üzməyə xidmət edən ön ətrafları, balığın üzməyə xidmət edən üzgəcləri. Dana dişinin və köstəbəyin ön ətrafları. Bunların hamısı heyvanlar aləmindən analoji orqanlara misaldır. Kaktusun tikanı və yemişanın tikanı. Kaktusda bu yarpağa, yemişanda isə gövdəyə aid bir metamorfozdur. Lakin hər ikisinin funksiyası eynidir. Müdafiə funksiyasını yerinə yetirirlər. Biz bilirik ki, yarasada exolokasiya hadisəsi var, bu delfində də var. Yarasaların normalda qulaqları biraz daha böyük olur və onlar uçduqları zaman səs xaric edirlər. Həmin səs bir ağaca, dağa, qayaya toxunduğu zaman əks-səda ilə onun qulaqlarına gəlir və beləliklə o nə qədər məsafə uçduqdan sonra qarşısına bir maneənin çıxacağını müəyyən edə bilir. Çay xərçəngində də qısa bığcıqların dibində müvazinət aparatı var və həmin o müvazinət aparatı hesabına o da istiqamətini, yönünü təyin edə bilir. Nə düşünürsünüz? Yarasada və xərçəkdə olan bu iki aparat homoloji orqan sayılar, yoxsa analoji orqan sayılar?